Yeni gündən, yeni vlogdan hər birinizi salamlayıram xanımlar. Günümüzə və videomuza xoş gəldiniz. Nə edirsiniz? Nə var, nə yox? Halınız, keyfiniz, əhvalınız görməyəli, nə təridir? Siz məni görürsünüz, mən sizi görmürəm. Ancaq bu cür sizin halınızı, keyfinizi soruşa bilərəm. Nə tərdir halınız, keyfiniz? İnşallah yaxşıdır. Mən də yenə hər zamanki kimi bacılar iş başında, bizim işimiz qurtarmır. Yemək pişirirdim. Yağ, soğan qovururam. Burada da görürsünüz, bilmirəm. Toyuğun sinətini qaynatdım. Kəfli suyunu çıxartdım. Bugün özbə yaşı pişirmək istəyirəm. İnşallah axıra çıxıram. Kökü də keçirmişəm. Belə bu cür tyorkadan keçirdim. Belə bu cür keçirmişəm. Kökü doğramadım. Yəni biraz yuxa olubdu. Amma olsa da tyorkadan hasant keçirdiyə hasant olsun. İşim hasant görülsün deyə. Başım qarışdı. Biraz soğanı artıq qovurdum qızlar. Yanmağa yanmayıbdı. Baxın, bilmirəm, bu ətin üstündən görünürmü? Belə bu cür alınıbdır. Bir damcı da açıq olanda mən əti vururdum həmişə. Özbə yaşına çox qızartmıram soğanı, qovurmuram. İndi duzunu da vuraq. Biraz da duzla qovrulsun. Bismillahirrahmanirrahim. Belə burada duzunu vuranda, düyüsünü vuran vaxtda da tökürəm duz. Mənə bəzən yazırlar ki, sən duzu çox istifadə edirsən, çox tökürsən yeməklərə. Çox tökmürəm. Mən öz damaq dadınıza görə tökürəm. Əlimlə ölçüb biçəndə düz tökürəm. Heç vaxt tökdüyüm yeməklərim duzlu olmayıbdır, nə də duzsuz olmayıbdır. Bəzən 2 dəfə belə duzu hərləyirəm, bəzən 1 dəfə hərləyirəm. Elə bilirlər mənim əzizlərim, bacılarım, mən duzu artıq tökürəm. Dünən izlədiyiniz vlogda dağa gedəndə bir nə qədər pomidor xiyar almışdım qızlar. İnanırsınızmı, onun hamısı dağda yeyildi. Çünki dağın havası insanı tez acıdırırdı. İndi də getdim, yenə aldım. Bir balaca alış-verişimiz oldu. Şüyt almışam. Bu şüydü yuyuram. Biraz buralarını kəsib qısaldıram, stolun üstünə qoyuram. Uşaqlardır, mənəm, ailəcə hamı ilə göy-göyərti yeməyi xoşlayırıq. Bu şüydü də daha axır vaxtda niyə çox alıram, bilirsinizmi? Zopa çox xeyri var. Həkimlərimiz də deyir, şüyd çox xeyri var zopa. Ona görə daha belə sokunu çəkib içməliyik, amma sokunu çəkə bilmirəm deyə mən də belə alıram, belə istifadə edək. Həm salatlarda istifadə edək, həm də elə bu cür istifadə edək. İndi salat edəcəm. Çoban salatı xırda-xırda doğrayıb edəcəm. Burada da getdim, yenə xiyar aldım, pomidor aldım. Az-az alıram. Az da deyəndə, baxın, belə alıram. Çünki ağaçına çox yaxındır. Qutardıqca yeyib təzə-təzə alıram. Ona görə hər gün birdən olur, pomidor xiyar alıram. Əvvəllər o köhnə yerdə qalanda biraz artıq alırdım. İndi yox, indi az alıram. Bunu götürək, yuyək. Bayaq mamamla danışdım qızlar telefonda. İndi buradan deyəcəm. Hər şeyi açıb tökəcəm. İzləsin məni. Mənə nələr deməzdi ki o qadın. O insan mənə nələr deməzdi. Dişinin dibindən nə ki gözəl söz var. Hamısını muncuq kimi düzdü. Hər şey dedi. Mənim bir izləyicim mamamla qarşılaşıblar. Sağ olsun, o izləyicim də mamama məni haqqında bir-iki söz deyibdi. İlk öncə bunu açıqlıq gətirmək istəyirəm. Pis heç nə deməyibdi. Buradan öpürəm, bağrıma basıram o izləyicimi. Allah var eləsin. Allah həmişə köməyində dursun. İzləyirlər, bizə vaxt ayırırlar. Nə qədər bizi izləsələr, mən o qədər keşfiyyətə düşərəm, sağ olsunlar. İlk bunu demək istəyirəm. İkinci, atamla anam onlara gediblərmiş. Amma bir-birlərini tanımadan gediblərmiş. Nəsə alış-veriş edirdilər. Orada ailə başçısı deyibdi ki,
xanımına ki, bunları tanırsanmı? Deyib, yox, tanımıram. O ki, deyir, hər gün videolarını izlədiyim bir qız var. O qızın valideynləridir. Belə deyəndə tanışlıq olublar, biraz söhbət ediblər. Sağ olsun, izləyicim də mamama açıb döküblər şeyi. Deyibdi ki, bu ara deyəsən sənin qızın nəsə narahatdır, nəsə üzgündür, videolarını çəkir amma kövrək olur, dolu kimi görünür, deyir. Nəsə varmı? Mamam deyir, yox, heç nə yoxdur, yaxşıdır ki. Deyir, nə bilim, yəni ki, videolarında kövrəldi, deyir. Az qaldı, deyir, ağlaya, deyir. Mamam da gəldi, mənə zəng elədi ki, nə olub, deyir. Deyirəm, heç nə olasıdır. Sən deyir, niyə kövrəlibsən? Ay ana, sənə kim dedi mənim kövrəldiyimi? Mən kövrəlməmişim. Sənin izləyicilərin dedi. Hara gedirəm, deyir, sənin izləyicilərindən rastlaşıram, deyir. Vallahi, deyir, fəxr eləyirəm, qızım, deyir. Amma, deyir, kövrəldiyini, nə olubdu, deyir, niyə elə kövrəlibsən deyəndə, deyirəm, heç deyirəm, biraz halsız oldum, biraz narahat oldum, istem qoydurdum özümə, deyirəm. Ondan sonra da ki, indi yaxşıyam, şükür, yaxşıyam, deyim, vallahi, deyim, yaxşıyam. Deyir, mənə niyə demirsən? Deyirəm, ay ana, ay sən ürəyinə qurban olum. Mən sənə deyim, sən oradaysan, çata bilmirsən mənim yanıma, niyə mən çata bilmirəm sənin yanına? Belə uzaqda olub biri-birimizlə fikirləşib dərd eləməkdənsə, heç deməyim, ötüb keçən şeydir də, bu yüngül bir şeydir. Niyə belə dərd eləyəsən ki özünə? Deyir, Serona deyilən, deyirəm, nə yuxu yatasın, nə iş görəsin, oturub durub deyəsən, qız nətər oldu. Lazımdır mı deyirəm, bax bu qədər böyütmək də lazım deyil, ay ana deyirəm. Hə deyirəm, pis olma, yaxşıyam, indi çox şükür, hər şey yolu yöndəmindədir. Buradan, bayaq dediyim kimi qızlar, öpürəm o izləyicimi, bağrıma basıram. Neçə ki siz varsınız, biz video çəkən xanımlar var. Əgər siz olmasanız, biz heç yoxuq demək olar. Çünki biz çəkirik, siz də izləyirsiniz. Siz izləməsəniz, biz heç nəyik, heç nə. Allah hər birinizdən razı olsun. İlk öncə hər birinizin valideyninizə can sağlığı arzulayıram. Dünyasını dəyişən valideynlərə də Allahdan rəhmət diləyirəm. Allah başımızdan əksik etməsin valideynlərimizi. Siz Allah, mənim gözəl bacım, indi biləcəm, məni izləyərsən, xətrinə dəyməsin, nə olar? Mən pis mənə demədim. Öpürəm, səni bağrıma basıram. Nə də pis deməyibsən da mamama, prosta ana ürəyidir da indi pis olur. Qızın narahat oldu. Mən də istəmirəm ki, anam narahat olsun orada. Nəysə, qulağımı yaxşıca çəkdi, onu deyim. Həqiqi qulağımı yaxşıca çəkdi, nələr deməzdi ki, ondan sonra barışdıq, gülüşdük, dedik, güldük. Belə.
Çox içmə, suyu. Hə, yaxşı. Ali ayağına naska giyin balam. Salatımızı da hazırladıq kızlar. Plovum da hazırdır. Biraz tuzunu ataq. Pastayanı belə 2 dəfə tökürüm. Günortada biz indi yeməyimizi yerik, nüş edərik. Ali get oradan duru yağ mənə get görüm balam. Oradan duru yağ mənə get. Masla get pasolun içine. O şkafın içindədir. Get bir damcımına yağ atacağım. Balıq kimi qaçır onu. O axırıncı şkafın içində də oğlum. Prişkasını aç. Mavi verim. Apar bağla yerinə qoy. Yerinə qoy oldu mu? Salatımız da hazır oldu xanımlar. Bu belə. Bu göyü yudum, bu belə. Bu heç artıq bunlar yüyləsidir indi. İndi plovumu da göstəririm. Plovum da belə. Bu dəfə yumru düyü ilə etdik. Yumru düyü var idi evdə. Uzun sof yox idi bu belə. Qəşəng də pişdi. Noxud da attım. Burada noxudlar da var. Biraz noxud attım. İndi mən süfrəmi açım. Biz yeməyimizi yeyək. Siz də göz haqqınızı halal edin xanımlar. Buralar da belə. Axşam oldu. Şöyle nəyi göstərəcəydim sizə? Hər dəfə yadımdan çıxır qızlar. İnanın ki, məndən bu suyun adını soruşan bir neçə xanımlar var. Hər dəfə yazırlar ki, o suyun adı nədir? Adını belə deyəcəm. Orada da bir ikisinə yazmışam, amma deyəsən yenə soruşurlar. Brak şun suyun adı. Kazaq dilində yazılıb. Brak şun apteklərdə satılır. O da sadəcə böyük apteklərdə. Mən bunu Akjoldan almışam. Bəlkə burada yaşayan bir xanım da soruşan bilmirəm. Amma Akjoldan almışam bunu. Akjolun böyük aptekindən aldım. Brak, P yox, B. Brak şun. Belə adı var. Sudakı pastı dəmirdadır. Bayaq süzdüm. Hara qoydum. Bayaq süzdüm. İçəcəm dedim. Bir butulkuyu bir günə qutarıram birdən. Birdən də səhərə qalır. Az-az içirəm. Qazlıdır deyə, inansınız, o qədər heç nə bilinmir. Tamlı olduğu bilinmir. Dünən bacıma vermişdim ki, biraz iç deyir. Birinci pastı dəmir dadır, ondan sonra qazlı hiss edirsən. Qazlıdır deyə, o qədər tamı bilinmir. Amma tamlı sudur da, bax belə deyim. Bunların yarpaqlarını yudum, təmizlədim. İndi oldular tərtəmiz. Bayaq düyünü yuyəndə suyunu atmamışdım. Baxın, buradadır. Suyu da indi bunu biraz belə qarışdıracağım. Hər orxideyanın dibinə bir stəkan tökürəm. Baxın, belə bir su. Bu sadəcə orxideyalara görə yox. Bütün güllərə verə bilərsiniz. Plov pişirəndə gül baxan xanımlar. Düyü suyu tökün. Hamısına biraz tökəcəyik. Çox da verməsək də olar. Balaca qablara belə yarım stəkan. Çiçəklərinə baxan qızlar nə də gözəl görünür. Təmiz açdı artıq bu. Bunlar da solandan sonra artıq dinlənməyə gedəcək.
Yayda orxideya çiçək açmır. Açanlar olur, intizamsız mən açmasını istəmirəm. 1% bir yaz ayında belə dolu-dolu çiçək açır. Bu da qırmızı qız. Nazlı Neymətli qız. Yenə də qönçəsini açır. Gözəl görünür. Bardov renk orxideyam var idi. Qurudu. İndi istəyirəm. Bir dənəsi də qırmızılı renk ola. Qırmızılı rengim yoxdur heç. Buna da döktük. Bu yerdə qalanları da o biri güllərimə verəcəm. Dedim bir şeyler elbet dedim ama nasıl başa düşmedi. Ben de dalını uzatıp demedim. Yox, nə deyirsən? Dedim bu belə hələ gəlsin, görüm. Baxım ondan sonra. Nəsbə, mən saat deyəndə, bax hələ örgədirəm, mən saat deyəndə elə özünə çəki düzən verirəm video çəkəndə. Nə tərbirsəm, özün ol, özün. Az mən özüməm, özgəm olasıyam ki, özüməm, mən yerimi kimsə ola bilməz, çay söz, bilməyəcək işdim. Əylən, qoy hələ örgədim, özün ol, belə qısılmayla deyəndə, belə həncər var eləsən, o cür danışın. Mən nə cür danışıram bu fasonda da mən çəkini çəkəsə mən heç nə roldan rola görmürəm. Mən buyam. Mən çay söz. 2 dəqiqənin arasında da çay söz. Gəç sözü. Ondan sonra video çəkək para var. Yaxşı mı? İndi sən işdən gəlibsən. Mən də videomu tamamlamamışam. Əlim də belə qalıbdı. Bax, hazır startda dururam ki, video çəkək. Bilsəm, sənə nə deyəcəkdim? Nə deyəcəksən? Mən bir yorum oxudum. Bayaq uzanmağa getmişdim. Hələ gələ qoy bir məsələ deyim. Bir izləyicinə yazıb bilirsəm, elə maraqlandım ki, o izləyici. Çayım için kafetorda qoysun getdən. Bir Allah'ın qalma, baş dilləndən ha, elə bir ki, qonaqdır, elə bir. Beləcə içdim, ikinciyi də daha uca. Onu niyə iləcə içirdin sən? Deydin konfeti gətirmə. Sən gülüşdük bək güləndə, ona görə elə içdim də, nə qayır, başımız qarşı kafetorda qaldı. Eylən qoy, sözümü danışmamsa video çəkəsiyəm. Hə, izləyicim yazıb ki, nə? Sən deyir, nəvənə isti qanlısan, bacın suyuq qanlıdır. Hardan biraz mən suyuq qanlı olduğunu? Elə Gülbələm devində həncər oynadım, o uşağa bax eşik çıxıb. Kim görür ki? Hələ heç kimsə görməyibdir. Nə bilim? Hələ qoy bilsən, uşağa vidinə dolsun, qoy xalq görsün, xalq da mənim uşağı görsün, ondan sonra bu şeyləri yorum yazsın. Bu ya, nəsbə qadam özün olma, qadan alım özün olma. Mən buyam, mən yəni uşağı yanıma gəlir, gedirəm, görürəm, özüm istədiyim kimi oynadıram. Heç kim görmür hələ. O uşağı da hələ kimsə gəlib görmür mənim oynatdığımda. Bu nəsbə, Əylən, birazdan gözəl video çəkəsim, Əylən, enerjini öldürməklə. Enerjimizdən ölür, mənim enerjim var. Bəli, bax görüm. Gül görüm, bəyəxli kimik. Mən gülsəm. Əylən, telefonumun zaryadkası qutarırdan, Əylən, biraz çəkəsim. Mən özüməm, də nətər olasıyam ki, bir? Hə, indi qoyub, indi başlayıram. Aha, başla. Rola girməyəcəm, ha. Yaxşı. Bacım gəlibdi qızlar işdən. Hə, çay süzdüm. Bir stəkan deyirəm, çay içsin. Yemək də vermişdim. Nüş etdik biz yeməyini. Yaman yorulub gəlib deyəsən. Bir sağa, bir sola çevirir başını, gözünü. Hə, indi biraz da iki bacı söhbət edəcəyik. Biraz da çəkiliş edə bilsəm, çəkiliş edərik. Ondan sonra videomuzu sonlandırarıq, amma hələ buradayıq. Elədin, hə, Nəsbə? Buradayım, burada. Buradasan mı? Buradayım. Axşamınız xeyir olsun, xoş gördük hamınızı. Vlogun sonudur, başınızı da bilmirəm. Gəlmişdən otururam. Bizim çayımı verdi, yeməyimi verdi. Canı sağ olsun, min bərəkət olsun civlərinə. Yedirtmədən də demir ki, getdincə. Allah razı olsun. Hamının bacıları da mənim bacım kimi olsun. Ah, sən nə gözəl, ha, sən... Gün özüm olmuşam. Elə bax elə. Nə gözəl, ağzından bal damlayır həməşəyə kimi. Biraz mənim ağzımdan bu ayrı vaxtda stop mu damlayırdı? Nə? Stop mu damlayırdı? Ay, qadın alır. Damlayırdı, həmişə mən
Yəni danışanda bal kimi danışıram. Sən niyə də deyirsən ki? Ay Nəsbə qurban olum. Nəsbə qazan aldım əlimdə video çəkirəm. Allah hamıya gülmək versin. Az Amin. qoy hamı adam gülsün. Qoy içində biz də gülək. Çox şükür. Bu niyə gülürəm bilirsən? Hə. Mamam yanına gedib mamamın qaşqasını öpəcəm. Öp. Və ona görə gülürəm. Bir mamam mənə zəng gəlib nə deyir bilirsənmi? Mən niyə deyirsən, deyir belə kövrəldiyini, pis olduğunu sənin izləyicilərindən eşidirəm. Ay nə izləyicidir? Deyir, filan yerə getmişdim, bir izləyicim dedi belə kövrəlibdi, belə olur. Deyirəm, darıxmışdım da sizsiz. Mən dedim, ay mənim oğluma yaxşı bax, indi oğlum kəndinə gedim, ürəyim körür. Deyirəm, bacım öz hayında, mən də öz hayımda, bacım oğlunun hayına qalıb, mən də öz... Gözümün ağı qarası bir oğlum, bir kızım var. Allah canına sağlıq versin. Allah razı olsun. Qənad açıb oynayarıq da, ana. Allah qoysa. Bir sağında, bir solda. Gedirəm kəndə, bir mahnı göndərib mənə da. Gedirəm kəndə, deyir, bir ildir səni görmürəm, deyir, sən də gəl kəndə. Mahnıya düzübdür. Bir mahnı oxuyub mənə, inan dönüb baxıram, kövrəlirəm çörək haqqı. Kövrəlmə, çayını iç. Allah'ın oğlunu da mənim oğlum kimi eləsin, çox şükür eləyirəm. Çox yaxşıdır. Mən onları çox istəyirəm, özümdən çox, onlardan çox onları istəyirəm. Qoy, biraz aralı oturum. Onlar da məni çox Sən biraz apasın insansan. Nə olmaz mənə? Biraz əl qol atanda... Mən belə özümsüz olamıram, mən özüm oluram. Mən belə nə qayırmıram. Əyləşdən video çəkirəm qıcışma ilə. Qatan al, mən nə qayırıram ki? Amma bir şey də deyim, ha. Bax, Allahın adı haqqı düzünü deyirəm. Kim baxır, kim izləyir, kim nə istəyir onu desin. Amma stəkan bərqə düşər orada. Tutur əlim. Mən özümə belə rahat durub danışıram. Yəni ki, rahat-rahat qarşımdakı qadın oldu, iş barəsində danışıramsa da, məsələ kişi xəlaq oldusa da, dayı, əmi deyib danışıramsa da, deyirlər o da belə nətəri, sərt danışırsan deyir, danışıq. Yəni, sənin kişi xarakterin var da, o izləyicilərimə də yansıyıbdır ki, mən açıqlama verdim ki, nə səbəblərə görə bu cür kişi xarakterini oldu, özündən asla olmayıbdı o. Mən deyirəm, yox, sərt danışmıram, normal danışmıram. Sən burada nə ki, mən burada elə rahat, mülayim elə hərəkət eləyirəm, elə rahat danışıram. Hələ sən mənim sərt bilirsən, sən bu ki, mən sərtəm güya. Amma yox, mən məsələ o bir tərəfdə tək başıma, o iki uşaqla məcbur sərt danışmaq zorundayım. Hey, nə qayırsan, bər bax, o eləmə, elə baxma sonunda. Əlimin ayağını hamı iş qartdırıram. Çığırıram ona, buna. Vallahi, nə, qorxulur səndən. Ay Nəsbə, yaman uzun danışdıq. Videonu sənlə sonlandırmaq istəyirəm bu dəfə. Sağ olun, qızlar. Sağ olun, salam. Qoy mən deyim da nə bir əyləş. Sıra saat çatacaq. Sağ olun, qızlar. Salamatla qalın. Gecəniz xeyirli, nurlu olsun. Bizdə gecədir, siz bunu mütləq sabah izləyəsiniz. O gününüz xeyirli günlərdən olsun inşallah. İndi söz səndədir, canım. Xanımlar, bəylər, oğlanlar, uşaqlar, kimlər baxır, kimlər izləyir, hamınıza salam söyləyirəm. Açılış eləmirik. Qulaq mənə. Hamının bayısı, mənim bacım birinci dərəcə olaraq bayısı kimi olsun. Çox sağ olsun. Gəlirəm, otururam, çayımı, çörəyimi ver. Allah razı olsun. Çox sağ olun. Biraz Siz qısa. Siz də bizi izləyirsiniz, gecəniz də xeyrə qalsın. Öpürəm hamınızı.